Salam, hər vaxtınız xeyir olsun. Dəyərli izləyicilərim, xoş gördük hər kəsi. Ümidvaram ki, siz də yaxşısınız, biz çox yaxşıyıq. Hava günəşli, maşallah. Mərdəkandan sizləri salamlayıram. 4,5 sotun içində Mərdəkanda. Bu bağı 5 il öncə mən satmışdım. İndi yenidən satışa çıxardıb sahibi. Mən buranı satanda bu ağaçlar çıqqılı idi, balaca idi. Maşallah hamısı böyüyüb. 180 metr kvadratlıq bir sahəsi var evin. Ev kameramız oradan baxır ki 180 metr deyirsən sonra kvadrat. O Türkiyədə biraz kvadrat nazarından onlardan səhv saldım. Ev Mərdəkanda Ağ evin yaxınlığında yerləşir. Burada sağ tərəfdə manqalı var həyətə daxil olanda. Yolu tam asfaltdır. Yanı, ətrafı tam yaşayışdır, yeni evlərdir. Burada hovuzu var. Görürsünüz, qışdan çıxıb hələ təmizləməyiblər. Orada şəlaləsi var. 8 metr uzunluğunda, 3,50 enində, 1,60-lıq dərinliyi olan hovuzudur. Orada söhbətgahı var. Yüngülvari əl gəzdirməlisiniz. Onu indidən deyim. Gəl keçək evlə tanış olaq. Bu arada ev 4 yataq otağı, bir zaldan ibarətdir. Yəni 5 otaqlıdır. Ya Allah. Zavandığım yadıma düşdü bu həyət evə girəndə. 5 il bundan qabaq cavan oğlan idim. Kondisioner nə kimi var? Bu arada ev radiatorla qızır. Girən kimi birinci yataq otağıdır. Burada ikinci yataq otağıdır. Özünün sanitar qovşağı da var. Maşallah bu yataq otağı böyükdür. Gəl davam eləyək. Yerlər laminatdır. Bunu da qeyd eləmiş olum. Ümumi sanitar qovşağı. Bu arada bəzən ən çox xanımlar sual verirlər ki, bu evdə nə materiallar falan. Rahatlıqla sual verə bilərsiniz. Əlimizdən gələn qədər, bildiyim qədər sizlərə kömək eləməyə çalışaram. Burada da nə deyirdi ya, yadımdan çıxdı, mətbəxi. Keçirik burada zalı. Maşallah ürək açın evdir. Mənim buradan xoşum gəldi. Oturum burada. Sən də get yataq otağını çək. Hə, get oranı çək. Orada da bir dənə yataq otağı var. Divan necə rahatdır. Onu deyə bilərəm. Dəyərli izləyicilərim, gəldik dövlət məsələsinə. Yəni qiymətinə. Like'larınızı inşallah əsirgəməyin. Ürək sözlərinizi yaza bilərsiniz. Da demirəm, hər şey yazın. Normalda, çərçivədə. Qiymət 290.000 manatdır. Start olaraq təbii ki, hər zaman söz verdiyim kimi real alıcılarıma, müştərilərə endirim olunacaq. Hələlik özünüzdən müğayət olun. Allah bundan daha, bundan gözəllərini sizlərə nəsib eləsin. Sağ olun, özünüzdən müğayət olun.